Hər vaxtınız xeyir, hörmətli müəllimlər. Bugün sizlərlə şagird materiallarında və yaxud da slaytlarda səhvlərlə qarşılaşdıqda nə etmək lazımdır, bununla barədə danışmaq istəyirəm. Bildiyiniz kimi səhvlərin olması normaldır, amma çox vacibdir ki, siz bu səhvləri vaxtında bizə bildirəsiniz. Bu həm səhvlərin yığılıb qalmasına kömək eləyir, həm də sizin qarşılaşdığınız problemin tez bir zamanda aradan qaldırılmasını təmin edir. Eyni zamanda digər müəllimlər də həmin səhvlərlə qarşılaşmamış olur. Ona görə də xahiş edirəm ki, videonun sonuna qədər izləyin. Gəlin başlayaq. Mənim hal-hazırda əlimdə bir slayd var. Bu slaydda əslində bir səhv yoxdur. Amma fərz edək ki, burada həll yolu səhv yazılıb. Ümumiyyətcə səhvlər müxtəlif formada ola bilər. Tərcümə olunmamış sözlər ola bilər, yanlış yazılmış sözlər ola bilər, yanlış həll olunmuş tapşırıqlar ola bilər. Fərq etmir. Siz hər hansısa bir səhv gördükdə, zəhmət olmasa aşağıdakı addımları yerinə yetirin. İlk olaraq biz ekran görüntüsü alırıq. Ekran görüntüsünü aldıq və bu ekran görüntüsünü yükləmək lazımdır kompüterimizə. Burada save və yaxud da yüklə sözü var. Adını yazaq slaydda, səhvlik. Tamamdır. Bunu yüklədim kompüterimə. İndi keçirik biz chatımıza. LMS chat'a. LMS chat'da biz yüklədiyimiz şəkli daxil edirik və problemimizi detallı şəkildə yazırıq. Məsələn, salam, 3-cü sinif şagird materialında deyək, dərs 3.104-də səhvlik var. Slaydın adında yazırıq, slayd 8 məsələn. Zəhmət olmasa baxardınız. Gördüyünüz kimi əməkdaşlar bizə cavab verdi və biz artıq əmin olduq ki, bizim sualımız və müraciətimiz aidiyyat şöbələri yönləndirib, onlar baxıb müzakirəlikdən sonra sizə geri dönüş edəcəklər. Gördüyünüz kimi proses çox sadədir. Bir daha vurğulamaq istəyirəm ki, səhvləri anında bizi bildirməyiniz həm bizim üçün, həm də layihədə iştirak edən digər müəllimlər üçün çox faydalıdır. Bu şəkildə səhvlər yığılıb qalmır və dərhal düzəlir. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Əməkdaşlığınız və diqqətiniz üçün təşəkkür edirəm. Hələlik.